Yəni, dəvətdə təhlükə görüb dəvətdən geri çəkilmək, bu şeytanın vəsvəsəsindən başqa bir şey ola bilməz. Dəvətdə hər zaman təhlükə olub. Dəvətdə hər zaman təhlükə olub və Peyğəmbər sallallahu əleyhi və səlləm hikmətlə davranmaq heç də dayanmaq demək deyildir. Və həmçində dəvətdə dayanmaq olmaz, heç də bu o demək deyil ki, hikməti tərk eləməlisən. Hikmətlə davranaraq, uyğun hərəkətlər eləyərək dəvət meydanından geri çəkilmək olmaz. Müsəlman hikmətli olmalıdır. Müsəlman dərrakəli olmalıdır. Özü-özünü bilə-bilə təhlükə atmamalıdır. Amma əgər təhlükə də ləbuddur, qaçılmazdısa, onda nə etməlisən? Qaddərallah və mən şəfəl. Allahın qədəridir, Allah istədiyini etdi. İnsanlar var ki, hər hansı bir ideyalardan ötürü meydanlarda döyülürlər, türmə zindanlarında çürüyürlər, hər hansı bir siyasi ideyaya görə. Və sən bir müsəlman olaraq hər hansı bir kiçik fitnələrdən, atılan sözlərdən, böhtanlardan ötürü dəvət meydanından çəkiləcəksənmi? Və az öncə biz dəvətdən danışdıq. Dəvətdə ən önəmli şeylərdən biri dəvətçinin əzimkar olmasıdır. Dəvətçinin özünün dediyinə əməl etməsidir. Gələn müsibətlərə səbr etməsidir. Allah Teala Əsr surəsində buyurur ki, and olsun əsrə. Həqiqətən də insanlar xüsran içindədir. Yalnız o kəslərdən başqa ki, iman gətirib salih işlər görürlər. Haqqı və səbri tövsiyə edirlər. İmam Şafi deyir ki, bu ayədən başqa ayə gəlməsiydi, ümmətə, insanlara kifayət eləyərdi. Niyə görə? Çünki bütün İslamın başdan axıra qədər olan bütün qayələri bu surənin içində cəm olmuşdur. İman gətirmək, birinci özün bilməyin, ikincisi əməl etmək, o bildiyinə əməl etmək, üçüncüsü tövsiyə eləmək, bunda başqaları ilə bölüşmək, dəvət eləmək və dördüncüsü bu yolda səbr etmək. Səbr gəldisə, demək burada səbr olunası işlərin, hadisələrin baş verməsi ləbuddur. Allah Teala elə bilə yerə demədi. İman gətirib salih işlər görən, haqqı tövsiyə edən və səbr edən. Alimlərlə ki, bilmək çətindir. Bildiyinə əməl etmək daha çətindir. Onu insanlara təbliğ etmək onlardan da çətindir və bu yolda səbr etmək ən çətinidir. Çox az insanlar bu 4 mərhələlə üzərində sabit qalırlar. Ona görə səbir ləbuddur. Səbr etmək ləbuddur. İnsan geri çəkilməməlidir dəvət meydanından. Sən elədiyindən ki, sən elədiyin cinayət deyil. Ən birinci onu bil ki, bu iş cinayət deyil. İkincisi, insanlara da onu çatdır ki, bu iş cinayət deyil. Bu Allahın haqqıdır, insanlar üçün istəyirik. Dəvətçilər, Allahın dininə çağıranlar heç vaxt özləri üçün heç nə istəməyiblər. Başda peyğəmbərlər, sonra da dəvətçilər olmalı. Heç kim özü üçün heç nə istəmir. Biz insanlara deyim ki, gəl bizə, deyir, ged Allaha. Ged Allaha, səndən heç bir şey istəmirəm. Peyğəmbər insanlar nəsə istəyirdi, deyir, mən sizdən heç bir şey istəmirəm. Heç bir əcr, mükafat, əcri verən, savabı verən Allah Teala'dır. Allah Teala onu inşallah bu dünyada da, axirətdə də verir. Biz deyir ki, ged Rəbbinə ibadət edir. Buna görə nəydən qorxmalısan ki? Amma qorxulası şeylər olur. Olacaq da. Haçına qədər, qiyamətə qədər. İmam Əhmədə soruşur ki, mömin haçan dincələcək? Deyir, sağ ayağın cənnətə basanda. Əgər bu dünyada möminə rahatçılıq yoxdursa, bu dünya möminin zindanı kafirin cənnətidirsə, o zaman bu dünyaya elə zindan kimi də baxmaq lazımdır. Səbirli olmaq lazımdır, əzimkar olmalı və hikmətli olmaq lazımdır. Gözəl bir şəkildə. Gözəl bir şəkildə. Allah Teala Musanı, o devirdə ən xeyirli insan Musa idi. Harun idi. Onları göndərdi o devirdə və dərk edəyəm qiyamətə qədər ən əzazil insanın yanına. Ən şərri, bəşəriyyətin ən şərri insanının yanına. Nə dedi? Dedi, ona gözəl söz deyin. Onunla yumuşaq danışın ki, bəlkə anlasın. Bəlkə çəkinsin. Bəlkə qorxsun. Əgər Musaya Firavunla yumuşaq danışaq əmr olunursa, gör başqalar necə? Yumuşaq şəkildə, gözəl şəkildə, əxlaqla insanlara çatdırmaq. Biz insanları əməl etdirmək məcburiyyətində deyilik. Bizim borcumuz deməkdir. İnsanlara çatdırmaqdır. Əməl eləyəcəklər, nə gözəl. Bu Allahın bir müvəffəqiyyətidir. Hidayətun dəlalə və hidayətü tövfiq. Hidayət-i dəlalə bizim üzərimizə düşəndir, demək, dəlalət elm. Amma hidayət-i tövfiq ki, Allah ki, onu müvəffəq eləyəcək, bu Allahın işidir. Peyğəmbər sallallahu aleyhi ve sellem getdi, Yahudi uşağı can verəndə, dedi, deyilən, la ilə illallah. Uşaq atasına baxdı, atası dedi, Əbul-Qasım'a itaət elə. Uşaq dedi, la ilə illallah, Peyğəmbər deyirlər, əlhəmdülillah. Bu günlərdə bir nəfər cəhənnəmdən xilas etdik. Evinin içində Abu Talib İslam dəstəkçisi, İslama ən böyük müsəlmanlara dəstək olan insanı nə qədər dəvət elədi, olmadı. O tərəfdən Farsdan Salman Farisi durdu, öz-özünə hidayət oldu, gəldi. Axtara. İnnəkə lə təhdi mən əhbəb və ləkinnə Allah yəhdi mən yeşə. Sən sevdiyinə hidayət verən deyilsin. Allah Teala'dır ki, sevdiyinə hidayət verir. Bunu bilərək, bunu rəhbər tutaraq insanları məcbur eləmək olmaz. Deyirsən sadəcə.
De get. Necə ki, toxum əkirsən, bağba toxum əkirsən, və yaxud da şitil əkirsən, və yaxud da ağac əkirsən, onu sən düzəltmirsən ki. Sən əkirsən, dibinə su töküb gedirsən. Sən arada bir onun dibinə su tök, dəvət də odur, de. Deməklə. Amma onu düzəldəcək, can verəcək, həyat verəcək olan Allah Taaladır. İstəsə verəcək, istəməsə verməyəcək. O layiqdirsə verəcək, layiq deyilsə verməyəcək. Bunu bilmək lazımdır və dəvət meydanında səbirli olmaq və əzmkar, davamiyyətli, sabit olmaq lazımdır ki, Uca Allahdan istəyirəm ki, bizləri fitnədən, fitnə əhlindən uzaq etsin və bu yolda bizləri sabit qədəm etsin. Sən hansı məsələ deyirsən və yaxud da ki, o ya küfrün artırır və yaxud da istehza sözlər işlədir, onda sən günah daşımırsan ki. Əgər bir insanın sənin deməyin onu istehzaya, küfrə gətirəcəksə, o zaman onunla danışma. Onunla danışma. Çünki onun istehzasına, küfrünə şərik ola bilərsə. Allah Taala buyurur ki, siz müşriklərin ilahlarını söyməyin ki, onlar da elmsizcəsinə sizin ilahınızı söyməsinlər. Dəvət elə. Amma gördün ki, o sən dəvət eləcək, o da istehza edir, küfr eləyir, onu eşitmək lazımdır, dedizdirmək lazımdır. Uzaq durur adamla.